Sizə də elə gəlirmi ki, bəzi insanlar sadəcə münaqişə yaratmağa bəhanə axtarırlar. Daxili savaş olanın ətrafı ilə münasibəti, həyatı sülh görməz. Bəzən tanımadığımız birinin belə ən kiçik bir anlaşılmazlıqda sülh savaşına başladığının şahidi oluruq. Əslində çox vaxt bu insanların davası bizimlə olmur. Öz daxilindəki dəyərsizlik, natamamlıq, reallaşmayan potensialların verdiyi yük, hətta əzilmişlik hissi ilə mübarizə apara bilməyən insan bu gərginliyi xaricə püskürməyə başlayır. Ya yersiz təhdid, təhqir, ya da ən asanı söyüş və bəzi hallarda fiziki şiddətə belə gedib çıxır. Çünki daxili savaşı susturmağın yolunu xarici mühitə nifrət və aşağılamaq davranışları ilə hücuma keçməkdə görürlər. Bu davranış onsuz da qarışıq olan düşüncələri biraz da çaşdırır. Ətrafa vurduqları hər söz yarası əslində öz həyatlarını və münasibətlərini addım-addım uçuruma aparır. Onlara bir şey sübut etməyə ehtiyac yoxdur. Çünki o savaşın qalibi olmur. Hətta haqlı olmaq belə heç kimə nəzakətsiz olmaq hüququnu vermir. Aqressiya təbii olsa da davranış, yəni təhqir, söyüş, fiziki zorakılıq və s. bunlar bir seçimdir. Qəzəbi necə ifadə etməyimiz o emosional yetkinliyimizdən xəbər verir.